Salam dostlar. Deməli bugün fermamızda biraz artım olub. Bazardan bugün belə bir cüzələr almışıq. Baxın belə boynu tüksüz cüzələrdir. 8 dənə var. Gələ 8 dənə aldıq. 8 dənə aldıq. Belə bir dovşanlar almışıq. Düzdür deyirlər düşər düşməzi var. Amma mən elə şeylərə çox da inanmıram yəni. O inançlar, nə bilim nələr. Baxın görün nə qəşəng şirin dovşanlardır. Belə bir qəşəng dovşanlar almışıq. 3 dənədir. 3 dovşandır. O birisiləri də göstərim sizə indi. Topmuşdu yalan. Biri budur, belə tünd boz rəngdədir. Çox qəşəng rəngi var. Biraz belə sığallayanda görürəm deyəsən arıqdır. Amma ev yox da, bizdə yaxşı baxarıq kökəlirlər. Biri də var. Biri də var, onu da göstərdim sizə. Bunu göstərdim bayağı. Bu da belə tünd bozdur. Bu lap tündür, bu biraz açıq. Buna baxmış, biraz açıqdır. Bu qızdır. Bu qızdır, bu oğlandır. O oğlan dovşandır. Hardan bilirəm? Bu biraz topuşmaqmışdır elə. Biraz iri o işlərdir. Orada oğlan baxdı, satan adam bazarda, sabunçu bazarında. Baxdı, dedi ki, oğlandır. Ondan yadımda qaldı. Bu da qızdır. Bu da qızdır. Belə 3 dənə adi, deyəsən adi dovşanlardır. Adi prostoy dovşanlardır. Hayırlı? Sade dovşanlar. Oh, düşdü. Şimdi bunlara bugün yer hazırlamalıyıq. Sözümüzü yerimiz yoxdur. Yəni yerimiz çoxdur, belə həyat böyükdür. Damlar var. Amma yer hazırlamamışıq hələ. Mənim biraz belə boynu tüksüz cüzələrə sevgim olduğu üçün bir dənə də belə 2 aylıq olar, hə? 2 aylıq bir dənə də belə, bilmirəm, fərədir, beçədir, xoruzdur, ya toyuqdur. O məncə xoruzdur. Yenə də izləyicilər də baxıb, orada altda rəy bölməsində yazarsınız. Piyindən, nə bilim, quyruğundan. Lohman Brownlar olur ya, Lohman Brown cinsi. Rəngi onun rənginə oxşuyur. Nə bilim, bəlkə də onunla qarışıqdır. Bunu da ayağını açaq, ya. Hələlik qoyaq karobkaya. Bunu aparıb orada dama salarıq. Sonra belə bir tava aldıq. Belə bir tava aldıq. 8 manata dedi bir abi, 5 manata aldıq. Bunu niyə aldıq? Soruşsanız əgər. Bibinin dediyinə görə çubuğun tavadır, amma mənim başım çıxmır, yəni bilmirəm. Çubuğundur, latundur, dəmirdir, nədir, alüminumdur, misdir. Bunu balaca itlərimiz var, balalar var, afçarka balaları var, Alman çoban itin balaları. Onun balaları təzə-təzə yemə düşüb. İt qabları hündür olur, ortu, qırağı belə, barakdaki. Qırağı, divarları hündür olur. Boyları çatmır oradan yeməyə. Amma bu rahatdır da, burası görürsünüz alçaqdır. Yəni qoyub belə rahat düzüb belə başına, içinə yemi yeyə bilərlər. Deməli bu da belə belə bir bıçaq aldıq. Lazım olur da, yəni təsərrüfatdır. 5 manatlıq refleks balalar üçün yem aldıq. Demirəm bu Alman afçarkasının balaları olur. 5 manatlıq ondan aldıq. 10 manatlıq da gigant starter boyalım yerindən aldıq. Bundan məsəl üçün çoxluğunu bundan bir 10%, 20% bundan ekonomiya üçün də biraz çox da zərər olmasın bizə. Sonra dostlar belə bir qurt dərmanları aldıq. 30 dənə yox, 40 dənə aldıq. Təsərrüfatdakı bütün itlərimizə qurt dərmanı verəcəyik. Bunun da 2028-ə kimi, noyabr ayı 2028-ci ilə kimi vaxtı var. Toyuqlar üçün həyətdə toyuqlarımız var. Astrolog var, Cerebrist, Lohman Brown, nə bilim mən, Lider 55, Kuchinski. Onlara belə qurt dərmanları aldıq. 2 paçka belə. Dedilər ki, 1-2 dənə toyuğa gedir, bilmirəm. Belə bir vitaminlər aldıq.
Yəni toyuqlar üçün, cücələr üçün vitaminlərdir. Belə. Bir də bu cücələrdir da, heç nə. Əsas bu cücələrə görə getmişdik. İtlərin, balların yemi qurtarmışdı, qurt dərmanları. Bugün belə, yəni indi bir neçə vaxt öncə bu yağışlar ki yağdı, hər yeri su bastı. Bizim fermada çöküntülər, nə bilim, tör-töküntü çox oldu. Yəni pis günə qaldı. Vəziyyəti təmizlik lazımdır. Yəni dərindən bir təmizlik lazımdır. İndi bugün Elnur abi ilə təmizlik eləyəcəyik fermada. İstəsəz onu da çəkib paylaşarıq sizlə, baxarıq. Bir də bizdə orada sklat var. Sklat yəni şey də, bu artıq əşyaları yığmaq üçün bir depomuz var. Hardasa 3-ün 4-ə, 3-ün 5-ə bir otaqdır. Toyuqlar da həyətdədir. Həyəti də görürsünüz, masanı həyəti pis günə qoyublar. İstəyirik skladı boşaldaq, o deponu boşaldaq. Oranı toyuq ilik tikək. Yatmaqları üçün, nə bilim, yumurtamaqları üçün yerlər düzəldəcəyik. Yerə bütöy meşokla orada apilkamız var. Apilka çəpəcəyik yerə. Sonra da zaman patologunu düzəldərik. Yayda çox üstü olmasın. Daş yunu falan qurarıq. Pəncərəsi sınıb. İndi hələlik yəqin salafan, ya nəsə kardonza tutarıq. Sonra maaşda ora bir dənə şüşə pəncərə kəsdirib qoyarıq. Görək də yavaş-yavaş. Günbəgün sizlə, Elnur abi ilə daha bir yerdə olacağıq. İndi çəkilişi dayandırıb, sizdə yəqin ki görsəməyəcək. Çəkilişi dayandırıb, indi Elnur abini çəkəcəm. Onunla da tanış edeyim sizi. Bugündən bizləndir. Bugündən də videolarımız daha tez-tez olacaq. Bilirəm, siz bizim videoları sevirsiniz. Sizdən də istəyimiz dostlar, videonu bəyənin, paylaşın. Bir də nə deyirlər, şey edin, follow edin bizim, takip edin kanalımızı, YouTube, TikTok kanalımızı. Hər yerdə adımız eynidir. Odlar Yurdu Official Channel. Sağ olun dostlar.